أشهد أن لا أمير المؤمنين لا أبي الله وليس الذي خلق السماوات والأرض بقادر على أن يخلق مثلهم بلى وهو خلاق عليم إنما هو أمره إذا أراد شيئا أن يقول له كن فيكون فسبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. Fatiha. Hamının ahiri bu qara torpaqdır. Deyir daş olsaydım hər yerdim, torpaq idim dayandım. Baba, hamı öləcək? Hamı bala, hamı. Yeryüzündə nə qədər məxluq var, hamısı öləcək. Mən də öləcəyəm. Ha? Yox, yox bala, sən ölməyəcəksən. Sən böyüyənəcən elə bir şey tapılar ki, adamlar ölməsin. Baba, bəs sən öləcəksən? Hə, mən öləcəm, öləcəyəm. Bəs deyirsən elə şey tapacaqlar ki, adamlar ölməsin. Ona mənim yaşım çatmaz. Onu tapınca mən ölərəm. Baba, bu nədir? Bizim kənddə belə bir adət var bala. Qəbr üstəmişə şəkil çəkərlər. Bax, at çəkiblər. Hə, bu Zülfüqar kişinin qəbridir. Rəhmətlik Mehtəridir. Bu da Şahi Məmmədin qəbridir. Görürsən, üstə samavar çəkiblər. Bəs o nədir? Dikiş maşınıdır bala. Bir zingir Sadıq vardı. Dərzi idi. Yaxşı paltar dikərdi. Onun qəbridir. Baba, bəs orada niyə heç nə çəkməyiblər? Yəqin bu elə adamların qəbridir ki, onların heç bir işi, heç kəsin yadında qalmayıb. Yaşayıblər, ölüblər və səlam. Ona görə də adamlar bilməyiblər ki, üstündən nə çəksinlər. Qoyublar elə belə boş qalsın. Baba, bəs sən qəbrində nə çəkəcəklər? Heç nə. Heç nə. Axı mən nə eləmişəm? Mən kiməm? Bağban. Nə olsun? Meynələr mənə babamdan qalıb. Mən də onlara qulluq eləmişəm. Vaxtında yerini işləmişəm. Kəsmişəm. Axı nə olsun? Bax o alma ağaçlarını əkmişəm ha. Allah eləsin onlar yaxşı tutsun. Böyüsün. Çiçək açsın. Onda qəbrimin üstündə onların şəklini çəkərlər. Gündə 3 dəfə içsin. Sabah yenə baş çəkərəm. Arxayın ol. Sağ ol.
vəziyyəti çox ağırdır. Sizdən nə gizlədim, Əli?